Təqdim edəcəyimiz reportajda vətənə sədaqətin, qorxmazlığın və əsl döyüş ruhunun timsalına çevrilmiş bir qəhrəman, şəhid gizir Rəfail Əhmədağa İşiyevin həyat yolundan bəhs edəcəyi, onun şərəfli ömür yoluna nəzər salaq. 1979-cu il sentyabrın 4-də bu torpaqda bir igid dünyaya gəlmişdi. Rəfail İşiyev. Bu ad sonradan igidliyi, hünəri, döyüş ruhu ilə tarixə yazılacaqdı. Onun gəncliyi hərbi xidmətlə başladı. 17 il PDM üzərində dəmir atın süvarisi kimi xidmət elədi. Hərbiyə məhəbbəti, silaha sədaqəti onu ordunun ən bacarıqlı, zirehli texnika mütəxəssisinə çevirdi. Rəfail 2016-cı ilin aprel döyüşlərində də ön xəttdə idi. Lakin onun adını əbədiyyətə yazan vətən müharibəsi oldu. Anası, ömür gün yoldaşı, evlatları Hüseyn və Mehdi onun barəsində danışarkən göz yaşlarını gizlədə bilməsələr də ürəklərində bir qürur var. 4 uşağın içində o seçilirdi hamısına. Anaya, ataya, hamıya, ailəyə, uşağına çox yaxşı, öz arzusu idi. Vətəni çox sevirdi. Hələ 2 dəfə yaralanmağına baxmayaraq, mən geçmişdim ona hospitalda dəyməyə. Hələ o üzündə dölüydü, kontuzluydu. Onunla belə deyirdi, yenə mən gedəcəm. Mən analarımı, bacılarımın ağır-ağır üzdə deyirdi ki, mən onları qorumalıyam. Uşaqlarını da çox istəyirdi, ailəsini də çox istəyirdi, amma vətəni hamıdan çox istədi. Onun ən şərəfli anlarından biri 2 noyabr tarixi olur. Döyüş meydanından qənimət kimi əldə elədiyi 3-cü BMP-ni idarə eləyərək növbəti tapşırığın icrasına yollanır. Xocavənddə azad edilmiş strateji yüksəkliyə 3 rəngli Azərbaycan bayrağını şəxsən Rəfail İşiyev sancır. Bu, onun həm arzusu, həm də igidlik mührü idi. 1 noyabr idi, sonuncu dəfə yoldaşımla sağollaşdıq, yəni övladlarımızla bizlə sağollaşdı. Ayın 1-i, ayın 2-si o bayraq sancmaq. Xocavənddə bayraq sancdı, ayın 2-si. Oradan da elə zəng vurmuşdu böyük oğluma ki, bəs biz bayraq sancmışıq. Yəni çox sevincli idi. Yəni onun sevincinin həddi hüdudunu yəni mən sözlə yəqin izah eləyə bilmərəm ki, nə dərəcədə sevincli idi. Yəni biz o vaxt o sevinci başa düşmürdüm, yəni mən özüm o. Amma indi həqiqətən də zaman keçdikcə başa düşürəm ki, o vətənpərvərlik onun o qanındaydı. Mən dünyaya gələndən, ağlım kəsəndən atamı hərbi formada görmüşəm. Həmişə vətənpərvərlik sevgisi ilə görmüşəm. Atam son dəfə döyüşə gedəndə bizi, mənlə qardaşımı qabağına qoydu və nəsihətlər, məsləhətlər verdi. Biz də məsləhətləri dedi ki, qardaşıma sənə ağ xalat yaraşar, həkimlik yaraşar. Mənə də dedi ki, təhsilli olasan, elmli bir, gələcəkdə Azərbaycan xalqına yararlı bir vətəndaş olasan. Biz də bu yolu davam etdiririk, atamızı həmişə qəlbimizdə yaşatdırırıq. Qələbənin astanasında noyabrın 3-də Xocavənd istiqamətində gedən ağır döyüşlərdə gizir Rəfail İşiyev qəhrəmancasına şəhid olur. 3 dəfə ağır yaralanıb yenidən cəbhəyə dönmək. Bunu yalnız Rəfail kimi vətənini canından çox sevənlər bacarır. Onun igidliyi dövlət tərəfindən də yüksək qiymətləndirilib. Şəhid gizir Rəfail Əhmədağa İşiyev ölümündən sonra Füzulinin, Şuşanın, Cəbrayılın, Xocavəndin azad olunmasına görə, vətən uğrunda və igidliyə görə medalları ilə təltif edilib. Qəhrəman şəhidimizin ruhuna dərin ehtiramla Pərvanə Əhməd qızı Samir Qurbanov, Zahid Aydınoğlu, Cəllabad.